Tunç necə əldə olundu? Misdən. Aha, misin tərkibinə qatqılar oldu və belə alındı. Tunç dedik 3 dövrə bölünür. Erkən Tunç dövrü neçənci minilliklərə əhatə eləyir? 4-cü minilliyin 3-cü, 2-ci sonlarına qədər. 4-ün 2-ci yarısından 2-ci yarısından 3-cün sonlarına qədər. Yaxşı, bəs orta? İndi qaldığın yerdən. 3-cü, 2-ci minilliyin sonlarından. 3-cü, sonu 2. 4, 3, 2, son Tunc isə 2, 1. Hansı dövr boyalı qablar mədəniyyət dövrü adlanır? Orta Tunc. Düzdür. Hansı dövrdə ilk şəhər mərkəzləri yarandı? Orta Tunc. Düzdür. Siklopik tikililər yarandı? Sikloplar. Son Tunc. Son Tunc. Köçmə yaylaq maldarlığı yarandı? Erkən Tunc. Toxaq xışla əvəz olundu? Erkən Tunc. Düzdür. Mübadilə genişləndi, ticarət yarandı? Ticarətin yaranmağı son Tunc. Əlaqələndirək. Ticarət ortada yaranmalıdır ki, sonda ondan ayrılsın. Ayrılmalıdır. Əkinçilik və maldarlıq bir-birindən ayrıldı. Birinci ictimai əmək bölgüsü bu da erkən Tuncdur. Düzdür. Sənətkarlıq özü müstəqil peşə sahəsinə çevrildi. İkinci ictimai əmək bölgüsü orta Tunc. Tacirlərdən sənətkarlar ayrıldılar artıq. Müstəqil oldular, o da üçüncü ictimai əmək bölgüsü son Tunc. Düzdür. Hansı dövrdə kurqanlar qurma adəti yarandı? Həmçinin kollektiv dəfn. Kurqanlar əslində erkən Tuncda yaranmışdı, amma son Tuncda artıq ölülərin başdaşı olaraq kurqanlardan istifadə olunurdu. Kurqanlarda dəfn olunma adəti orada daha çox idi. Yəni onsuz demişik ki, bir dövrdə yaransa digərində daha çox inkişaf eləyəcək. Bəs desəm ki, hansı dövrdə artıq ata xaqanlıq yaranacaqdı? Erkən Tunc. Düzdür. Hansı dövrdə süni suvarma yarandı? Süni suvarma o son Tunc. Əlaqələndir. Əkinçilik hansı dövrdə yaranmışdı? Xış əkinçiliyi? Qış əkinçisi toğanın qışla əvəzi də erkən Tuncda. Demək süni suvarma olmalıdır ki, əkdiklərini suvara bilsin. Erkən Tunc. Düzdür. Hansı dövrdə artıq insanlar böyük tayfa ittifaqları yaratmışdılar? Erkən Tunc. Erkən Tuncda nə idi? Tayfa. Tayfa yaratmışlar erkən Tuncda, tayfa birlikləri yaratmışlar orta Tuncda. Tayfa ittifaqlar ortadır. Böyük birliklər artıq son Tuncda da. Bəs hansı dövr Kür-Araz mədəniyyət dövrü adlanır? Erkən Tunc. Düzdür. Hansı dövrdə yaxın şərq ölkələrindən ticarət əlaqələri qurulmuşdu? Piktoqrafik yazı yaranmışdı. Son Tunc. Qəşəng. Hansı dövrdə nə deyək məsələn, ticarəti demişik. Ayaqla hərəkətə gətirilən duluz çarxı ixtira olundu. Son Tunc. Düzdür. Ata sitayiş ayininin meydana gəlməsi xüsusiyyət hadisələrindən. Düzdür. Tayfa başçıları ilahiləşdirilirdi. Bu da son Tunc. İlk ibadətgahlar hansı dövrdə yaranıbdı? İlk ibadət evləri erkən Tunc. Hansılardı? Bir dəqiqə. Xaçmazda. Sərçərtəpə. Sərçərtəpə. Oğlan birinci Kültəpə var idi. Və Maxda. Naxçıvanda idi deyəsən. Bəli, birinci Kültəpə ilə Maxda. Qazaxda isə bayaq o erkən, daha doğrusu alt paletdə demişdi ya, Saşiborda demişdi. Borçal, yox. Baba Dərviş. Baba Dərviş, hə. Baba Dərviş. Bəs ilk şəhər mərkəzlərimiz hansılar olubdu? Ağlanqala, ikinci Kültəpə, sonra Urmiyada. Hə, Urmiyada demişdiniz bir dəqiqə. Göytəpə. Bəli, demişdik, Göytəpə. Qarabağda isə həm Üzərlik təpə idi, həm də Nərgiz təpə. Çünki demişdim ki, Ağdam və Xocavənd rayonunun ərazilərindədir hər ikisi. Bəs desəm ki, hansı dövrdə nə deyə bilərik? Artıq tayfalar digər tayfaların malını, mülkünü ələ keçirmişdi və ibtidai icma quruluşu süquta doğru gedirdi. İbtidai icma hansı dövrdə süqut eləyə bilər? Son Tunc. Son Tunc dövründə. Bəs desəm ki, hansı amillər ibtidai icmanın dağılmasını sürətləndirdi? Məsələn, hamının belə necə deyim, əkinçilik falan çox inkişaf eləmişdi. Dənizdən elə bil siz demişdiniz, dənizdən
bizə ticarət əlaqələri gəlir və əkinçilik də hal-hazırda burada da mövcud olduğu üçün bizim də hal-hazırdakı məşğuliyyətimizdir deyə. Bəli, həm yaxın şərq ölkələrlə əlaqə saxlayırdılar. Həm artıq metal inkişaf eləmişdi. İzafi məhsul var idi, yəni məhsulun artıqlığı. Bu da gətirib çıxardığı ki, həm ticarət əlaqələri olsun, həm də dediyim kimi böyük tayfalar, digər tayfaların mal-mülkünü mənimsədiklərinə görə artıq belə deyək, əhali həm də varlı və yoxsullara bölünürdü. Bərabərsizlik yaranmışdı Erkəntustan. Buna görə də artıq dağ içmə quruluşu zəifləyirdi. Bəs hansı ərazimizdən tunc dəstəkli qılınclar və dəmir tiyələr tapılıb? Tunc dəstəkli qılınc və dəmir tiyələr. Bunun adını bir dənə burada çəkirik. Yox, onu bilmirəm. Muğanda Uzuntəpə yaşayış məskənindən tapılıb. Sadəcə bir dənə yerdədir, o da buradadır. Aha, başqa bu qədər.